Nə röy ola bilməzsiniz, nə aygün ola bilməzsiniz. Ona görə onların adını çəkmək lazımdır. O da savadsızlıqdan irəli gəlməkdir də. O elə bilir ona uğur gətirir. Təbii ki, məsələn, qıraqdan baxan qıcıqlanır ki, elə gördüyündə hamıca. Amma əslində o elə adam deyil. Məsələn, bilmədən danışırlar. O biri var, bilə-bilə səhv eləyəsən. Biri var, bilmədən səhv eləyirsən. O bilmədən məsələn danışırlar. Xalq baxır, qardaş, bunun show biznes baxmır. Xalq baxır, görün bu nə danışır. Mənim məclisimdə kim iştirak edəcək? Başa düşsən, kim oturacaq? Elə məclislər var ki, Quran and olsun, məni bir şəxsiyyət kimi aparıblar ki, qardaş, oxuyanımız çoxdur, siz orada oturun, bir ağsaqqal kimi. Hamı gəlib yarım saat. Deməli, görmüşəm ki, mənim oxumam ona önəm deyil, ha. Bu bir ağsaqqal kimi gətirir. Ki, hamı gəlib oxuyacaq, ancaq mən istəyirəm ki, sən mənim balamın toyunda ansambl ilə oturasan orada bir ağsaqqal kimi ağsaqqallıq eləsən. Amma mən ücret tutmuşam ki, yox, mənim oxumam